Əgər münasibəti tək daşıyırsansa və bununla fəxr edirsənsə, sənə xoşuna gəlmədiyin bir həqiqəti deyəcəm. Mən güclü və müstəqil qadınlarla çox işləyirəm və müşahidə etdiyim bir şey var. Əslində güc adlandırdıqları güc deyil. Güc kimi görünən etibarsızlıqdır. Sən hər şeyi tək etdiyin üçün güclü deyilsən. Sən hər şeyi tək edirsən, çünki daxilində belə bir inanc var ki, mən kiməsə güvənsəm, məyus olacağam. Bu, etibar etməyin təhlükəli olduğu bir dönəmdə formalaşan strategiyadır. Uşaqlıqda səni qoruyurdur, lakin yetkinlik yaşında münasibətlərdə problem yaradır. Partnyor bunu tez hiss edir ki, sən onsuz da hər şeyi bacarırsan və cəhd etməyi dayandırır. Bu, o demək deyil ki, sən məsuliyyətsiz kişiləri cəlb edirsən. Bu, o deməkdir ki, sən məsuliyyətli kişilərə məsuliyyəti göstərməyə imkan vermirsən. Gücünün arxasında hansı şuuraltı ssenarinin durduğunu öyrənmək istəyirsənsə, şərtlərdə test sözünü yaz və fərdi analizini əldə et.